Baxın, bugün krakalyor texnikasını öyrənmişik. Texnikalar dərsində mərməri bu cür çat texnikasına getirmişik, krakalyor texnikasına. Krakalyorun bir neçə üsulunu işləmişik. Bunu özümüz işlədik, tələbələrin də hər biri işlədi. Rəssamlığın dərin sirlərinə aiddir. Baxın, boyama ilə üzərinə daha gözəl effektlər vermişik. Burada isə mərməri çat effektinə gətirmişik. Burada da çat texnikalarımız var. Bunlar daha fərqli bir üsulla işlənilib. Burada isə sırf ağac köhnəlmiş və çat atmış ağac effekti. Fikir verin, yanları necə çatlayıb. Bu cür texnika eləmişik. Burada isə sadə mərmər eləmişik. Burada işləmişik. Bu da çat texnikasıdır. İlan dərisi və yaxud bunu işləyə bilərik. Krokodil dərisi formasında. Bu da krakalyorun sadələşdirilmiş formasıdır. Bu cür işlədiklərimizi indi tortumuza mozaik texnikası ilə tətbiq edəcəyik. Texnikalardır, krakalyor texnikalarıdır hər biri. Çöldə gördüyünüz ağacın effekti. Bu heykəltaraşlığın incəlikləridir, sirləridir. Bunları öyrənmək çox yararlıdır. Diqqətlə baxın, bu da qırışlı haldadır. Elə bilin ki, tortun lefkası belə qırışmış halda olan, sıvağı qırışmış halda olan bir haldır. Bu texnika növüdür. Bir bunu hazırladıq və indi də bunu hazırlamışıq. Bunlardan indi tort düzəldəcəyik. Mərtəbəli tortumuzun 3-cü mərtəbəsidir. Üzərinə tətbiq edəcəyik. Bu sırf 3D krakalyor texnikasıdır. Bunları isə boya ilə özümüz işləmişik və mərmərlərimizi bu cür çat texnikasından da işləmişik. Çox qəşəng görsənir. Bunları tətbiq edək hər birini.